Sumqayıt şəhərində 5 Mart bədən tərbiyəsi və idman gününə həsr olunmuş tədbir təşkil olunub. Sumqayıt şəhər İcra Hakimiyyətinin və Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhərin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran idmançılar və gənclər iştirak edib. Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin xatirəsi dərin ehtiramla yad olunub. Abidə önünə gül dəstələri düzülüb. Daha sonra tədbir iştirakçıları Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb. Onların əziz xatirəsi dərin ehtiramla anılıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlılarla keçən qəhrəmanların şücaəti heç zaman unudulmur. İdman ictimaiyyətinin nümayəndələri vətənpərvərlik ruhunun gənclərin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar. Tədbir Heydər Əliyev mərkəzində davam etdirilib. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən Abşeron Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov 5 Mart bədən tərbiyəsi və idman gününün əhəmiyyətindən danışıb. O bildirib ki, idman sağlam cəmiyyətin formalaşmasında əsas amillərdən biridir və dövlət tərəfindən bu sahəyə göstərilən diqqət ildən-ilə artır. Regionda fəaliyyət göstərən idman məktəblərinin maddi-texniki bazasını gücləndirildiyi, gənclərin idmana cəlb olunması istiqamətində ardıcıl layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Telman Kərimov region idmançılarının son illərdə respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, məşqçilərin əməyinin xüsusi rol oynadığını vurğulayıb. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxışında şəhərin idman həyatında əldə olunan uğurlardan bəhs edib. O, Sumqayıtın ölkənin idman mərkəzlərindən biri olduğunu, şəhər idmançılarının müxtəlif yarışlarda uğurla çıxış etdiyini bildirib. Dövlətin idmana göstərdiyi diqqət və qayğının şəhərdə də öz nəticəsini verdiyi, yeni idman obyektlərinin istifadəyə verildiyi vurğulanıb. Gənclərin sağlam həyat tərzinin təşviqinin prioritet istiqamətlərindən biri olduğu qeyd edilib. Çıxış edənlər idmanın inkişaf perspektivləri, gənclərin bu sahəyə marağının artırılması və əldə olunan uğurlar barədə fikirlərini bölüşüblər. İdman sahəsində qazanılan nailiyyətlərin şəhərin sosial həyatında mühüm rol oynadığı bildirilib. Sonda idmanda xüsusilə fərqlənən bir qrup idmançı və məşqçiyə fəxri fərmanlar təqdim olunub. Onlara gələcək fəaliyyətlərində yeni uğurlar arzulanıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. Şəmsdan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.